Mən bir dənə sizə sual verim, gəlib çıxacaq əzadarlığa. İnsan ümumiyyətlə niyə yaranıb? Şad olsun ya qəmli olsun? Bir cümlə ilə. İnsanı bu xaliq olan Allah niyə yaradıb? Müsibətə, qəmə düçar eləmək üçün ya insanı sevindirmək üçün? Axır nədir bax, axır? Hamımız gecə gündüz nə üçün çalışırıq? Axır budur bax. La xavfun aleyhim və la hum yahzanun. Onlar üçün nə qorxu, nə kədər var. Şadlıq yaradılışın məqsədidir. Yaradılışın məqsədi. İnsan yaranıb ki, şad olsun. Şad olmaq üçün yaranıb. Cənnətə girənlərə deyir Quranda. La xavfun aleyhim və la hum yahzanun. Onlar üçün nə qorxu var, nə kədər. Kədər yoxdur, ideal cənnət deyil. Deməli, mən yaranmışam şadlıq üçün. Bu aydındır da. Heç kəs mübahisə eləyə bilməz ki. Biz yaranmışıq şadlıq üçün. Bəziləri deyə bilər ki, hədə siz deyirsiniz, oradadır da şadlıq. O yandadır şadlıq. Xeyr, din deyir ki, sən şad olmaq üçün yaranmışsan. Həmişə şad olasan. Bu şadlıq buradan başlamasa, buradan, orada olmayacaq. Buradan gərək başlansın, sən sevinəsən, şad olasan, enerji ilə dolu olasan, necə deyim, dolub daşasan şadlıqla. Və arada da sənin ürəyinə qəm gəlsin. Niyə qəm gəlsin? Sən sevinirsən, amma oranı yadva salırsan. Deyirsən, belə bir aləm var ki, qulaq asın mənə diqqətlə. Belə bir aləm var ki, orada şadlıq mütləqdir. Bir zərrə qəm yoxdur. O şadlığın qəmi gəlir ürəyinə, o qəmi din bəyənir. Hansı qəm? Şadlığın qəmi. Ki, oranın şadlığı daha çəkirsən ki, nə zaman o gözəlliyi görəcəm? Onun harası qəm oldu? Din bu qəmi dəstəkləyir. Bu qəm elə özü şadlığın özüdür. O qəm ki, şadlığın həsrəti ilə çəkilir. Şadlı insan sevinir dünyadaykən və xatırlayır ki, belə bir aləm var ki, orada buradakı şadlığı yüzə vur. Çəkir ki, o aləm nə gözəldir. Bu qəmdirsə, bu qəmi bəyənirdi. Bu qəmdirsə əgər. Din şadlığın dostudur. Nəinki düşməni deyilir. Din şadlığın tərəfdarıdır. Din deyir ki, mən səni şad olmaq üçün yaratmışam, Allah deyir. Başqa bir işim yoxdur ki mənim. Mən səni şad eləmək üçün yaratmışam. Din acı qəmin düşmənidir. Acı sözünü niyə əlavə elədim? Çünki qəm iki növdür. Yadınızdadır da bu arada. Acı qəm, şirin qəm. Şirin qəm şadlıqla iç-içədir. Şadlığın bir formasıdır. O qəmi din dəstəkləyir. Acı qəm hansıdır? Ondan ətraflı danışmışıq. Acı qəm məsələn, qonşu təzə maşın alıb. Bu acı qəmdir. Çəkirsən, Allahın düşmənidir bu qəm. Bu qəmin bir zərrəsi. Allahın acığı gəlir bu qəmlə. Din qəmin düşmənidir. O qəmlər ki, şadlığın müqəddiməsidir, din o qəmləri bəyənir. O qəmlərə dəvət edir. Çünki o qəmlər eyni elə şadlığın özüdür. Peyğəmbəri necə vəsf edirlər? Kana zəhhakən. Zəhhak bilirsiniz nədir? Gülən adama deyirlər. Yəni birinci Peyğəmbərin üzünə baxanda başlıca xüsusiyyəti budur ki, çox gülərüz idi. Çox gülən, şad halda. Peyğəmbəri həmişə şad halda görərdim. İstisna hallarda qəmlənəndə cəmaat deyirdi, dünya dağılıb, nə olub Peyğəmbər qəmlidir. Adam var, oturur, dindardır. Biri lətifə danışır, qutaranda denən gülək, məsələn. Bu, anormal adamdır bu. Anormal, getsin gərək müraciət eləsin həkimə, bunun dərdinə dərman tapsınlar ki, bu niyə gülə bilmir? Niyə gülə bilmir bu? Amma mömin sayılır bu. Deyirlər, nə qədər qaşqabağın çox düyünlü olduysa, deyirlər, maşallah, təqvalı adamdır bu. Təqvası çoxdur. Qaşqabaq təqvanın meyarıdır. Gülən adam təqvasız adamdır, imansız adamdır. Görün nə qədər qarışdırmışıq hər şeyi. Gülməli söz deyirsən, məsələn, birinə, ya Allah, biraz qəbri yadva sal, məsələn. Qəbri ged otur evində, rahat yadva sal, cəmaatla işin olmasın. Qəbri yada salmaq yaxşıdır, biz də qəbri yada salırıq. Amma qəbri yada salmaq birincisi mövqeyi var, məqamı var və pozitiv əhval ruhiyyə üçündür. Qəbir rahatlığın başlanğıcıdır, şadlığın başlanğıcıdır normal adam üçün. Bu baxımdan qəbri yada sal ki, məsuliyyətli olasan. Bu pozitiv baxışdır bu məsələyə.
Din şadlığın dostluğu qəhqəhədə mənfəət hisslər var ki, qəhqəhə çəkmək qəflət qəhqəhəsidir. Yəni Allah yox, qiyamət yox, şərab məclisi, oxu, oyna, qışqır, səs aləmi götürsün, onun batininə girsin, acı bir qəm var orada. Üzü şadlıqdır. Din bu şadlığın düşmənidir. O şadlıq ki, qəflətə salır insanları. O şadlığın düşmənidir. Yoxsa gəlin bugündən təsəvvürlərimizi dəyişək. Din insanı şad görmək istəyir. Mən bunu bir alimdən eşitdim. Deyir, istəyirsiniz biləsiniz cənnət əhli kimdir? Məsciddə, məsələn, cəmaatın içində. Baxın, kimin üzü daha çox gülər üzüdür, o cənnət əhlinin birinci əlaməti. Demirəm, təkcə budur. Amma bu bir meyardır. Bu sözü eşitməmişsiniz, biz deməmişik axı bu sözü. Bax, bu sözü deyim Peyğəmbərin dilindən. Təavvəzu billah min hubbil huzn. Peyğəmbər buyurur. Buyur, Allaha pənah aparın. Nədən? Qəmi sevməkdən. Qəmi sevməkdən. Qəmi sevməkdən Allaha pənah aparın. Adam var, qəmi sevir və özünü arif sayır. Mən deyirəm, hərdən cavanları danışırsan, elə bil dünyanın qəmi bunların üstündə. Mən tənhayam, hamı məni atıb, gedib, elə statuslar yazır. Adam var, danışdırmaqla peşmansan. Bütün həyatını deyəcəm, mən bilirsən nə gündür, mənimki də belə gətirdi, mən heç bir gün görmədim dünyada. Din deyir ki, bu adamla uzaq ol, bundan qaç, bunu ged apar, müalicə elə bunu. Bunu müalicə elə bu vəziyyətdən çıxart. Bu təqva əlaməti deyil. Bu adam ki, zarıyır və ağırlığını tökür onun bunun üstünə. Peyğəmbər bir Allaha pənah aparın bu qəmlə. Bu qəm lazımsız bir qəmdir. Din deyir, şad olun, şadlıq iman əlamətidir. Arvad oturub bir yerdə, bax bu hədisləri deyirəm sizə, iki həyat yoldaş, deyib gülürlər. Peyğəmbər buyurur ki, bu deyib gülmək Peyğəmbər məscidində etikaf eləməkdən yaxşıdır, savabı çoxdur. Etikaf nədir? Otursan, 3 gün məsciddən çıxmırsan, oruç tutub namaz qılırsan ancaq. Etikaf budur. Çox da savablı əməldir, bəzi ilin günlərində yaxşıdır. Gecə gündüz yox. İlin bəzi günü 3 gün etikaf keçirəsən, təmizlənir insan. Buyurur ki, arvadla oturub zarafat eləyir, evdə məsələn 5 dəqiqə, 10 dəqiqə, 1 saat oturub söhbət eləyirlər süfrə arxasında, bu etikafdan daha yaxşıdır. Müminin üzünə gülmək, onu gülər üzlə qarşılamaq nə qədər savabdır. Din deyir, şad ol və şad elə. Din bunu deyir. Harada eşitmişsiniz ki, kim kiminsə filan kəsin qanını qaraltsa ona filan qədər savab yazılır. Eşitmişsiniz. Amma deyir, kim kimisə sevindirsə ona bu qədər savab yazılır. Təsəvvür edin, deyir ki, kim kiminsə ürəyini qəmə bürüsə, qanını qaraltsa, yediyin içdiyin burnundan gətirsə ona filan qədər savab yazılır. Belə bir şey eşitmişsiniz, belə bir şey yoxdur bizim dinimizdə. Bir dənə yerdə deyib qəmləndirənə savab var. Mən bəka əv əbka əv təbaka. Kim ağlaya, ağlada. İmam Hüseyin əzasıdır. İmam Hüseyin əzasından başqa bir dənə yerdə rastlaşmaz ki, kimisə qəmləndirin və dedim, İmam Hüseyin əzası sevincin müqəddiməsidir. Şadlığın müqəddiməsidir. Ən çox zarafatçıl adamlar əzadarlardır. Düz əzadarlar mən tanıyıram. Oturasan onlarla elə məclisdən sonra bəziləri təəccüblənir ki, bunlar yəqin riyakarlıqdır, burada ağladılar. Yox, bu ağlamağın xasiyyəti belədir. Bu ağlamaq qəlbi rahatlayır, gülməyə hazırlayır adamı. Bu ağlamağın xüsusiyyəti bundadır. Bu acı bir qəmdir ki, günü bir-birinə vura, əzadarlıqdır. Ağırlıq çökə ürəyə və xeyr, ürəyi yüngülləşdirir, oturub sonra deyib gülürsən, ən çox zarafatçıl, şux insanlar o əzadarlıq məclisindən çıxan insanlardır. Düz əzadardırsa əgər, bu bayaq dediklərimdən deyilsə, normal əzadardırsa. İdxalus surur yazın, idxalus surur. Ərəbcəsi, kim ərəb hərflərindən yaza bilir. Bir dənə babıdır, idxalus surur, yəni sevinç daxil eləmək qəlbə. Bir babıdır, hədislər var ki, nə qədər savabı var. İdxalus surur fi qəlbil mümin. Müminin qəlbinə sevinç bəxş eləmək. Görün, nə qədər hədislər çıxır. Kim qız uşağı var, ona hədiyyə alıb sevindirsə, filan qədər savabı var. Yetimi sevindirən, mümini sevindirən, insanı sevindirən, heyvanı sevindirən, heyvanları şad eləyən. Heyvanın da şadlığı var da. Bir dənə heyvana deyir, yemək atdım, qarlı gündə. Ondan sonra mənəviyyatında dəyişiklik gördüm. Allah mənə ruzu verdi. Bir nəfər bir günah eləmişdi, onu bir dəfə danışdım, məni qınadılar, qorxuram onu danışmağa. Deyəsən də qınayırlar ki, buna bax, nə danışır gör. Günaha cəmaatı dəvət eləyir.
Ona görə qorxumdan da danışmıram o hədis, amma bunu da, mən də dediyimdən əl çəkmirəm də bu hədis var deyə. Bunu deyirəm ki, günah eləmişdi da günahı demirəm. Amandı məni öldürərlər. Günah eləmişdi, gəldi Peyğəmbər dedi bu günahı niyə eləmirsən, danladı onu. Bir dənə zarafat elədi. Zarafat eləyəndə Peyğəmbər güldü. Allah dedi ki, səni şad elədi deyə bağışladım. Da denən də eləməsin. Peyğəmbəri şad eləməklə, sevinç bəxş eləməklə Allah günahını bağışladı. Gəlin İmam Hüseyin əzasına mən niyə əzadan başladım? Çünki ən çox tənqid olunan məsələ budur ki, budur fərqli yöndən yanaşaq, fərqli yöndən. Kərbəla hadisəsi niyə görə yaşayır? Qəmə görə, qüssəyə görə? Yox valla, gözəlliyinə görə. Gözəlliyinə görə yaşayır. Qəmi də gözəldir. Əgər bu gözəllik olmasaydı Kərbəla hadisəsində, vallah 1400 il yaşamazdı. Adam nə qədər baş kəsməkdən danışar? Qol kəsməkdən danışar. Qol kəsmək, baş kəsməkdən nə var ki, oturasan, danışasan onu 1000 illərlə. Görmürsünüz, efirdə göstərəndə qan yerini normal insan qana baxmaq istəməz. Göstərmirlər, qaydadır bu, qanundur artıq. Olmaz. Bəs niyə bundan çox danışsan? Bunun baş kəsmək, qol kəsmək, qan tökmək tərəfidir. Yox, bunun gözəlliyi var, bu gözəllik səhnəsidir. Bu gözəllik səhnəsidir. Odur ki, bunun qəmi də ləzzətlidir, xoşdur. Bunun gözəlliyi olmasa insan bunu bir il təkrar eləyə bilməz. Nə qədər adam qanın axmağından danışa bilər ki? Bu başdan başa bilirsiniz bunu yaşatdan, bunu sevdirən bizə o gözəlliyidir ki, xanım Zeynəb deyirdi, "Ma ra'aytu illa cəmilə." Orada gözəllikdən başqa heç nə görmədim. Kəsməkdə, öldürməkdə deyildi. O bir qəhrəmanlıq salnaməsidir. Gözəllik nümayişidir. Bir incə sənət əsəridir Kərbəla. Ona görə qəmi də gözəldir. Adam qəmindən də əl çəkə bilmir. Yandırır, amma gözəl yandırır. Uzaqdan bilinmir. Bu gəlir içinə girəsən o məclislərin. Bir-iki nəfər tanıyırdım. Deyir, mən əvvəl deyirdim, bu nədir? Qorxulu bir şeydir. İçinə gəldim. İndi deyir, ən çox sevdiyim şeylərdən biri İmam Hüseyin məclisidir. Bir cavan oğlan çıxır, həddi buluğa təzə çatmış oğlan. Atası da şəhid olub. İndi də döyüş meydanına gedir. Şeir oxuyur. Əmiri Hüseyin ni'məl əmir, sururu fuadil bəşirin nəzir. Kim məni tanımırsa tanısın, öz adını çəkmir deyir. Mənim ağam Hüseyndir, o nə gözəl ağadır. Ni'məl əmir, o Peyğəmbərin ürəyinin meyvəsidir. Bax, bu gözəllik. Bu gözəllikdir ki, qəminə də məna verir, ləzzət bəxş eləyir. Odur ki, din gözəlliyi və şadlıq tərəfdarıdır. Dinin verdiyi qəm də gözəldir. Din bizə gözəl həyat tərzi təqdim edir və bu qədər mühüm mövzudur ki, Peyğəmbər dua eləyir. Uhud döyüşündə, döyüş bitəndən sonra Peyğəmbər əlini duaya qaldırır, deyir, Allahümmə həbbib ileynəl iman və zəyyənhu fi qulubina. İlahi, imanı bizə sevdir və qəlblərimizdə zinətdə elə. Bu ayənin davamında deyim, sözümü yekunlaşdırım yavaş-yavaş. Və kərrəhə ileykumul kufra vəl fusuqa vəl isyan. İkinci iş ki, Allah görür. Allah buyurur ki, imanı sevdirdi sizə, onu gözəl göstərdi. Bu yandan da küfrü, fasiqliyi və günahı sizə çirkin göstərdi. Sizə çirkin göstərdi. Füsuq nədir? Dedi, fasiq adam kimdir? O adam ki, günah eləyir, davamlı, dirəcəb eləyirəm. Buna dilə fasiq. Küfür də Allahı tanımamaqdır. Günah da ki, günahdır. Deyib, bu şeylərdən adamın azığı gəlir. Mən sizə sual verirəm, bizim küfürdən azlığımız gəlir, xeyr. Biz deyir, ateistdir, amma yaxşı adamdır. Din deyir, yox. Bəli, bəzi ateistlər var, deistlər var, mən tanıyıram, necə oxuyuram da. Mən hərdən deyirəm ki, bunu qınama, deist kimdə? Dini inkar edir, din zat yoxdur, boş şey. Hərdən mən deyirəm ki, bunlar yəqin ki, dinin gözəlliyini görməyib qınamayaq. Bəlkə inşallah zaman keçər, din səhv başa düşülüb, deyir, bu din mən qəbul eləmək istəmirəm. Bilmir, başa düş, onları çıxıram hamısını. Amma yox, bir insan Allahın qabağında dayanıb deyir, mən səni qəbul eləmirəm. Fitrətinin səsini boğur. Biz deyək ki, bu yaxşı adamdır, bu yaxşı adam deyil. Mən sizə misal deyim, evdə ata-anasına ehtiramsızlıq eləyən insan gəlsin başqalarının üzünə gürsün. Deyəcəksiniz, yaxşı adamdır, xeyr. Bu yaxşı adam deyil. Evdə ata-anasına qalmayan hörmətsizlik eləyən çıxsa, cəmaatla nə qədər yaxşılıq eləsə, deyəcəksiniz, bu yaxşı adam deyil. Bu adam bunu yaradanı tanımır, onu qəbul eləmir, onu inkar eləyir, inad üzündən bunu eləyir. Allah buyurur ki, birinci xüsusiyyət budur ki, küfrü sizə pis göstərdi, çirkin göstərdi, eybəcər göstərdi. Günahın bütün səbəbi budur ki, günah pisdir, günahı tərk elə.
Amma biz bilirsiniz necə baxırıq günaha, deyir, yaxşıdır, adam eləyərdi. Amma olmaz da, neynəyək? Belə din çox davam gətirməz. Belə üçün, yaxşıdır, əladır, cəmaat keyfdədir, biz də gözləyək, görək də, öləndən sonra nə olacaq orada? Bu şəkildə günahdan çəkinmək. Din deyir, günah eləmək çünki həyatı xarab eləyir. Günahsız həyat gözəldir. Həyat gözəldir. Həzrət Adəm bilirsiniz niyə çox ağladı? Bir günahsız dünyada yaşayırdı, ləzzətini dadmışdı, gözəlliyini. Şeytan dedi ki, bilirsiniz necə azdırdı onu, deyək daha gözəlliyini verimsə. Bilir axı bu gözəlliyi istəyir, gözəlliyini verim. Getdi ona tərəf, sonra o günahsız həyatın qəmini çəkirdi ki, heyf o həyatdan. Heyf o həyatdan. Gözəl həyat idi o. Rəmzi mənalar var bu hadisədə. Bugünkü dünyanın acılıqlarının bir səbəbi var, o da günahdır, fəsaddır, əxlaqsızlıqdır. Dünyanın nəyə cəhənnəmdən danışmıram, dünyanın acılığının səbəbi budur. Gəlin, bax, bugün sözümü bitirirəm. Gəlin, bugün dinimizə gözəllik prizmasından baxaq, bax, bugün, elə bugün. Görəcəksən ki, din gözəlliyin və şadlığın və belə deyək də ləzzətlə yaşamağın tərəfdarıdır. Deyir, yalan danışan adamdan üzr istəyirəm, ağzından pis qoxu qalxır mənəvi mənada. Mələklər ona lənət oxuyur. Bir sürü nədir? Deyir, bu çox pis işdir, bunu eləmə. Pisdir, çirkindir. Sən axı insansan, çirkin işi özvə yaraşdırma. Gələk sənə hökmən barmaq sirkələsinlər ki, yalan danışma, cəhənnəmdə yanarsan. Bunu da deyir, bilirsiniz kimlər üçün deyir? Mənim kimi adamlar üçün. Gözəlliyə cəzb olunmurlar, deyir da, əzab var, heç olmasa buna görə düz adam olasan. Amma ağıllı adama kifayətdir. Bu pis işdir, iyrənc işdir. Yalan danışmaq. Düzgünlük gözəldir. Sən də insansansa, fitrətin təmizdirsə, gözəllik səni cəzb eləyəcək. Deyir, mələklər nə bilir ki, insanın niyyəti nədir? Belə suallar verirdilər də Peyğəmbərə. Nə bilir? Məsələn, bir işi görür, niyyəti nədir? Nə bilir? Deyir ki, qoxudan bilir. Mənəviyyatın bir qoxusu var. Yaxşı işin gözəl ətri var, pis işin niyyətin. İş ola bilər gözəldir, niyyət pisdirsə, o qoxudan bilirlər. Yəni, görürsən, çirkinlik və gözəllik. Yaxşı işləri görün, necə deyib, bulaqdır, namaz bulaqdır. Bulaq gözəldir də, şəlalə qaynayır, gözəldir. Tövbə suya bənzədilir. Tövbə sudur, zülal, paş, təmiz sudur. Məsələn, möminlərdən bir çoxu var, həcci çox istəyir. Həccə gedənlər bilir ki, həcc gözəldir. Həcc ona görə istəmirlər ki, orada savab var, filan var, heç o yada düşmür, bəzən deyir, ürəyim istəyir, oraya gedim təzdən. Nəsə də yadına düşəndə xoşuna gəlir, gözəllikdir. Elə sadə məntiqlə danışaq, bu gözəldir, gözəl həyatlar. Belə yaşa ki, keyf eləyəsən, həyatdan zövq alasan. Hər zaman mənfəətə istinad eləmə, bu daha faydalıdır. O da lazımdır, demirəm, amma hər zaman buna istinad eləməsin insan. Əhl-i Beytin ziyarəti də belədir. Kərbəlaya gedən, Məşədə gedən. Mən eşitmişdim, bir alim danışırdı, deyirdi ki, Rusiyadan psixoloqlar gəlmişdi. Dinlərin təsirindən araşdırırlar insan psixologiyasına, əhval-ruhiyyəsina. Gəlmişdilər, İrana gəlmişdilər. Deyir, səfərlərinin sonunda Məşədə apardı onları. Getdilər hərəmə. Dedilər, bura nədir, bu nə fəzadır ki, burada adam çox aram olur və gözəl bir his gəlir insana. Vallahi bunu mən Əhl-i Beyt tərəfdarı demirəm, bir dənə tərəfdarı kimi demirəm. Məşədi bir dənə gedənlər gözünün qabağında canlandırsın. Kim gedir, deyir, gözəldir, gözəldir, xoşdur. Deyir, nə qədər eləyir, indi hərəmdən çıxmır bunlar. Deyir, bu nə fəzadır, bu nədir? Bu təkcə ziyarətə aid olmamalıdır. Din insanın gündəlik həyatını belə gözəlləşdirməlidir. Gözəlləşdirsə dindir, gözəlləşdirmədirsə nədirsə bilmirəm. Adını din qoymuş. Din gözəlliyə önəm verir. Bir kəniz idi, gəldi İmam Hüseyin əleyhissalama bir dənə gül bağışladı. Gül hədiyyə elədi. Gül gözəlliyidir də. İmam Hüseyin əleyhissalam durdu ayağa, ona o qədər təşəkkür elədi. Dedi, Allah yolunda səni azad eləyirəm. Diyan, sənə pul da verirəm, nə qədər. Get, azad həyat sür, firavan yaşa. Dedilər, Yəbnə Rasulullah, bu qədər, axı bu tərifə layiq bir iş görmür. Dedi, o gözəl iş gördü. Gözəl. Gətirdi, mənə gül hədiyyə elədi.
Bir beyt şeir oxuyurdular imamlar üçün, nə qədər hədiyyə verirdilər. Həmin tərifi elə belə deyirdi, bəzən heç ona hədiyyə vermirdi. Şeir gözəlliyi də axı, gözəlliyə dəyər verir, sənət nümunəsidir. Gözəl tərzdə həmin cümlələri düzdü, imam mükafat verir. Sözümü bitirirəm. Sözümü yavaş-yavaş bitirirəm. Nümunələr çox çəkmək olar. Namazda ətir vur, cümə günü gözəl paltar giyin. Balığı tutub biri gedirdi, İmam Sadiqin səhabəsi idi. Əlində balıq gedir. İmam gördü ki, onu dedi, bunu belə əlində aparma. Dedi, axı özünüz demişsiniz, kişi yaxşı olar ki, əlində bir şey yaparsın evə daxil olanda. Dedi, mən demişəm, amma pis qoxusu gəlir, cəmaat deməsin ki, bundan iyi gəlir. Onu bir bağlamanın içində apar, bağla ki, o pis qoxu cəmaatı narahat eləməsin. Görün, nə incəliklərə qədər fikir verir. Əgər dinin gözəlliyini yaşasaq, bizi heç nə ilə cəzb eləyənməz. O xarici hansısa kanallar, o filan, niyə görə cəzb olunur? Gözəl görür onu, ona görə. Şeytanın işi çirkini gözəl göstərməkdir. Və sözümün sonunda bunu deyirəm, bir gün zuhur həyata keçəcək bu ayə ilə ki, mən bugün oxudum. İmam zaman zuhur eləyəcək və lakinnəllah həbbəbə iləykumul iman. Bu ayənin ətri dünyaya yayılacaq. İnsanlar niyə görə gələcəklər? Sadə səbəblə. Görəcəklər ki, belə yaşamaq daha gözəldir. Elə yaşamaq olmaz. Hələ fürsət verin, qoy ovursilər, iç üzünü açıb göstərsinlər. Allah bu fürsəti verib. Qoyun göstər, yavaş-yavaş göstərirlər. Yavaş-yavaş göstərirlər, o bəzəkli, düzəkli şeyin arxasında dayanan eybəcərri, yavaş-yavaş üzə çıxır, səbr eləyin, qoyun biraz da göstərsinlər, get-gedə göstərəcəklər. Cəmaat bu səbəbdən dinə gəlməyəcək, cənnətdə xoşbəxt olacaq, elə olsa indi də gələrlər. Bir gün görəcəklər ki, gözəl yaşamağın alternatifsiz yeganə yolu Allaha iman sayəsində yaşamaqdır. Bax, bu dünyada gözəllik. Bax, bu ayə həqiqətini tapanda İmam Zaman zuhur eləyəcək. O zuhur buna bağlıdır. O nə üçün gələcək, cəmaat onun başına nöş toplaşacaq, niyə toplaşacaq, nə üçün toplaşacaq, ona görə ki, sadə səbəblə. Görəcəklər ki, belə yaşamaq gözəldir. Cəmaat da gözəlliyin aşiqidir. İnşallah bu gözəlliyi biz göstərməliyik, praktiki cəhətdən göstərməliyik. Bizim ən önəmli vəzifəmiz budur. Mən demirəm, nəzəri bəhslər olmasın, elmi, bunlar hamısı olmalıdır. Amma onlar müqəddimədir, nəticədə nədir? Bu gözəllik müsabiqəsində sən öz gözəl həyat tərzi ortaya qoyasan, cəmaat seçsin. Onda heç dəlilə sübuta ehtiyac olmayacaq. O elə bil insan hiss edir. Deyir, oradan nəsə yaxşı qoxu gəlir, ətir, nəsə gözəldir. Gedəcək ona tərəf, heç məntiqə dəlilə də ehtiyac olmayacaq. Bəyəm cəmaatı fəsada məntiqlə aparırlar? Hansı məntiqlə aparırlar? Heç nə ilə. Elə onu yaxşı görür, gözəl görür deyə ona tərəf cəzb olunur. Bundan artıq vaxtınızı almayın.